Salam Nuranə, hər vaxtın xeyir olsun. Bəli, az öncə də qeyd etdiyim kimi son günlər paytaxtda və eyni zamanda Azərbaycanın digər rayonlarında da əsasən mülayim və stabil hava şəraiti hökm sürür. Lakin artıq bugün, daha doğrusu dünən axşam saatlarından etibarən küləkli hava şəraitinin müşahidə olunduğunu gözləyirik və dünəndən davam edən bu hava şəraiti artıq bu günümüzə də sirayət edib və artıq paytaxt ərazisində küləkli hava şəraitinin olduğunu biz hiss edirik. Elə bugün üçün, yəni fevralın 20-si üçün gözlənilən hava durumunu tamaşaçıların, izləyicilərin diqqətinə çatdırmaq istəyirəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bugün üçün verilən açıqlamaya görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Lakin bəzi vaxtlarda çiskinli yağış yağacağı ehtimalı da verilib. Eyni zamanda artıq dünəndən davam edən şimal-qərb küləyi günün digər saatlarında, artıq irəliləyən saatlarında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın isə temperaturunun artıq 12-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət isə 60-65% olacaq. Bölgələrimizdə də hava şəraiti paytaxtda olduğu kimi, yəni oxşarlıq təşkil edəcək. Belə ki, Azərbaycanın bölgələrində havanın temperaturu 15-19 dərəcə isti olacaq. Bölgələrdə də hava əsasən yağmursuz keçəcəyi ehtimalı var, lakin bəzi yerlərdə çiskin xarakterli yağışların yağacağı gözlənilir. Dağlarda isə arabir qar yağacağı da proqnozlaşdırılır. Dağlarda havanın temperaturu 6-11 dərəcə isti olacağı bildirilir və eyni zamanda qeyd etdiyimiz kimi digər bölgələrdə havanın temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir. Eyni zamanda paytaxt ərazisində olduğu kimi küləkli hava şəraiti bölgələrdə də özünü göstərə bilər. Belə ki, mülayim qərb küləyi gün ərzində davam edəcəyi gözlənilir və bəzi yerlərdə intensivləşməsi proqnozlaşdırılır. Bəli, fevralın 20-si üçün verəcəyimiz hava məlumatı bu qədər idi. Söz yenidən xəbər mərkəzində.